Mən buradan Göyçayımın cəmaatını salamlayıram. Mən bugün sevincimi bölüşmək istədim. Göyçayımızın icra başçısı Orxan Mürsəlova icra başçımıza öz təşəkkürümü, öz minnətdarlığımı bildirirəm. Mənim ilk dəfə onunla görüşüm oldu. Həmən dəqiqə qəbul etdi. Sağ olsun, Allah can sağ olsun. Mənə maddi yardım ayırdı. Dam örtüyü düzəltdirdim. Mən icra başçımıza təşəkkürümü edirəm. Minnətdarlığımı bildirirəm. Ruhiyyə Eldar qızı ilə paylaşdım sevincimi. Çəkilişimi onunla etdim. Çünki o ana əvəzi hər zaman mənim yanımda olub. Hər zaman dəstəyi ilə, maddi ilə. Anam itən günündən o insan mənim yanımda olub. Ona görə də mən bugün o sevincimi paylaşdım. Buradan öz Göyçaylarıma öpürəm, bağrıma basıram. Təşəkkür edirəm ki, icra başçımıza ki, mənim istəyimi yerinə yetirdi. Mənə dəstəyin etdi, dam örtüyü elədim. Təşəkkür edirəm. Yaxşı ki varsınız, yaxşı ki sizinlə görüşdüm. Bir dərdimi dedim, bir əlil qızın, 11 dəfə qıçası kəsilən bir qız sizinlə görüşdü. Ürəyini, dərdini açıb sizə dediniz. Göyçay rayonu icra başçısı cənab Orxan Mürsəlova təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, bu iki qılçası olmayan bir veteran qızına siz hər zaman dəstəyinizi əsirgəmədiniz.